Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizə Məmməd Hüseyn Şəhriyar haqqında danışacağam. Məmməd Hüseyn Şəhriyar bilirik ki, Cənubi Azərbaycan ədəbiyyatının ən görkəmli sənətkarlarından biri olub və Azərbaycan dilinin inkişafı üçün, Azərbaycan ədəbiyyatı üçün misilsiz xidmətləri olub. 1905-ci il, 1988-ci illərdə yaşayıb, Təbrizdə dünyaya gəlib, atası Hacılı Mirağa tanınmış məhkəmə vəkili olub. Ata-baba yurdu isə Heydər Baba dağının ətəklərində olan Xoşginab ərazisi olmuşdu və o ilk dəfə ilə Xoşginabda məktəbə gedib, ibtidai və orta təhsilini Təbrizdə alıb. Sonraki təhsil həyatında isə Tehrana gedib, əvvəl Darülfünunda oxuyub, burada Azərbaycan və Şərq ədəbiyyatını öyrənib. 1924 və 29-cu illərdə Tibb Universitetində oxuyub, təhsilini başa vurmağa bir neçə ay qalmış universiteti tərk eləyir. Sevdiyi qızla bağlı arxalı bir adamını həbs elətdirir və Tehrandan uzaqlaşmaq şərti ilə həbsdən azad olunaraq Nişapura sürgün olunub. Deməli, Məmməd Hüseyn Şəhriyar da sürgün həyatı yaşayıb və 6 il sürgün həyatı yaşamışdır. 1935-ci ildə Tehrana gəlib, bankda işə düzəlib. Atasının vəfatından sonra böyük bir ailənin yükünü çəkməli olur. O, belə deyək də, bu çəkintilərdən, bu sıxıntılardan, ruh düşkünlüyü, mənəvi sarsıntı onda əmələ gətirir ki, bu da onun xəstələnməsinə səbəb olur. Xəstəlik uzun sürür, lakin ana qayğısı ilə sağalır. Anası isə Kövkəb xanım olub. O, el-obadan xalq ədəbiyyatına təsirli söhbətlər edir. Bunlar şairə ana dilində yazmağa həvəsləndirir və ruhunu təzələyir. 1940-cı ilin ortalarından sonra İranda Azərbaycan dilinin fəaliyyət dairəsi məhdudlaşdırılmışdı. Şair bundan narazı qalmış, etirazını açıq bildirir. Bütün bunlar isə şairə qarşı laqeydlik münasibətinin güclənməsinə səbəb olur. 1952-ci ildə Tehranda anası vəfat edir. Şair onu Qum şəhərində dəfn edir. Paytaxtda ona qarşı laqeyd münasibətə etiraz olaraq Təbrizə qayıdır. 73-cü ilə qədər Təbrizdə yaşayır. Həmin ildə Cavad heyətinin təkidi ilə yenidən Tehrana köçür. Lakin bir il sonra 74-cü arvadı Əzizə xanım vəfat edir və şair bir dəfəlik Təbrizə köçür və ömrünün sonuna qədər orada yaşayır. 88-ci ildə Təbrizdə vəfat edir və orada da dəfn olunmuşdur. Yaradıcılığı o ailə məktəbdə oxuyarkən ilk qələm təcrübəsini yazır. İlk şeirləri Ədəb adlı dərgidə Behçət təxəllüsü ilə yazılıb. Tibb Universitetində oxuduğu illərdə 3 kitabı çap olunub. 3-cü kitabı ədəbiyyata parlaq istedadının gəldiyini xəbər verir. Nişapurda sürgündə yazdığı onun bəzi şeirləri var. Ya ilahi, qəribəm eylə kömək. Olmasın kimsə didərgin məni tək. Dostlarım düşdü, uzaq getdi vətən. Qaldı bir xəstə ürək, xəstə bədən. Nakam məhəbbətdən bəhs edən şeirləri, həzin nalələr, odda yanan pərvanə, dəri pəri, sürgündə yazdığı Nişapurda günəş batarkən Kamal Mülkün ziyarəti. Bu illərdə o daha çox farsça yazır və farsça yazdığı üçün zamanın hafizi adlandırılır. Onun Azərbaycana həsr olunan şeirlərində vətənin şanlı tarixi, böyük istiqbalı, taleyi və müqəddəratı əks olunub. Azərbaycan şeiri o taylı bu taylı Azərbaycanda bu mövzuda yazılmış şah əsərlərdəndir. Mahnıda var, könlüm quşu, qanad çalmaz, sənsiz bir an, Azərbaycan. Baxın, elə o, bu mahnının elə bir ki, bu şeirdən gəlir. Xoş günlərin getmir müdam, xəyalımdan, Azərbaycan vətən eşqi məktəbində can verməyi öyrənmişik. Ustadımız deyir heçdir vətənsiz can Azərbaycan. Cəsarətlə şeirə gətirdiyi ideya milli mənəvi düşüncənin bütövlüyü, qarşılıqlı əlaqələrin yaranması ideyasıdır. Bu fikirlər əksini tapır Süleyman Rüstəmə, Məhəmməd Rahimə yazdığı mənzum məktublarda. Şimal ədəbiyyatındakı Cənub həsrətinin Şəhriyarın yaradıcılığında Otay Harayı, Bakı soraqlı şeirləri əvəz edib. Bu mövzuda yazdığı şeirləri El bülbülü, Döyünmə söyünmə, Qaçaq nəbi, Qafqazlı qardaşlarla görüş, Gözüm aydın şeirləri elə bu minvaldandır. Sarğındır o süsənlərə, sümbüllərə könlüm. Bülbül kimi qondu o qızıl güllərə könlüm. Vahidlərə, qabillərə, bülbüllərə könlüm. Şair olalı borcludur sabirlərə könlüm. Vurğundur Süleyman kimi sahirlərə könlüm. Bax, burada elə olan adlarını çoxsu elə bir Şimal Azərbaycandan olan belə deyək də sənətkarların adları idi. Onun lirikasında ictimai məzmunlu şeirlər mühüm yer tutur. Mövcud quruluşdakı nöqsanları, pisin yaxşıya qarışdığı, şeytanın artıq min olduğu cəmiyyətdə gördüyü eybləri tənqid edir. Həyata qəmdən bir eynək taxaraq baxmağa o məcburdur. O etiraz səsini qaldırır.
Şahlıq dövründə ölkənin başqa dövlətlərdən asılı vəziyyətə düşməsi ilə barışmadığı üçün satar İranı xainlər, xiridar, əcnəbilərdir. Nə üçün əqli vətən tutmaz, vətən dəllalına divan? Haqsızlıq, ədalətsizlik və yoxsulluğun təsirli bir dillə əks etdiyi əsərlərdə mövcuddur. Onun Şatır oğlan, ondan sonra Sənəti məmləkət, Hara qaçsın insan, İmam ilə getdi, Zaman səsi şeirlərinə rast gəlmək olar. Azadlıq quşu Bağlıq şeirində Bağlıq dərgisinin əhəmiyyətindən bəhs olunur. Dil açmada karlıq da gedər korluğumuzda. Çün lallığımız doğmuş idi karlığımızdan. Düşmən bizi əlbir görə təslim olun açar, təslim oluruq düşmənə naçarlığımızdan rast gəlmək olar. Onun poemaları, mövzuları müxtəlifdir, bir qismi isə farscadır. Tərcümə hal xarakterli poemalar. Bu poemalarda o sürgün illərindən, ailənənlərindən, uşaqlıq xatirəsindən bəhs edir. Məsələn, Şaburda günəş batarkən, qardaşım oğlu Huşəngə, gecənin əfsanəsi. Stalinqrad qəhrəmanları, 2-ci Dünya müharibəsinə əsas olmuş poemadır. Şeir və hikmət poemasında insanları qardaşlığa, xeyirxah əməllərə səsləyir. Heydər Babaya salam, vətən haqqında səmimi hisslər. Şairin yaradıcılığına harda yaşamasının da mühüm təsiri olmuşdur. Və şairin evi sənətsevərlərin məbədinə çevrilib, şairlər ustadının ətrafında birləşmiş. Beləliklə Təbrizdə Azərbaycan Şeir Məktəbinin Şəhriyar məktəbi yaranmışdı. Yəni elə onun türkün dili şeirinə baxaq. Nəzmlədir, beytlədir, ikilik şəklindədir, lirikdir, əruz vəzindədir. A, B, A, C, A şəklindədir. Olmaz sözü rədifdir, burada qəzəl janrındadır. Mövzusu türk dilinin saflığı, bu dildən digər xalqların onların fərqi bəhrələnməsidir. Müraciət etməsinin səbəbi isə şah dövründə ana dilimizin çıxışdırılması, bu dildə danışmanın qadağan olunmasıdır. Lirik qəhrəman dövlətin yeritdiyi ədalətsiz siyasətə qarşı etiraz edir, sənətkarlığı çox yüksək səviyyədədir. Əsərin dili aydındır, anlaşıqlıdır, sadədir. Şeirdə eyni bir sözün təkrarı fikrin daha qabarıq ifadəsinə imkan yaradıb. Ondan sonra burada məcazlar orijinaldır, bədiliyin obrazının artmasına kömək edir. Əsərdə kamilliyi təsdiq edən cəhətlər, beytlərdə ifadə olunmuş fikirlərin daxili məntiqə əlaqəsi, bunları ifadə edən söz və misralar, uğurlu qafiyə sistemi mükəmməl forma yaradıb. İdeyası isə türk dili saf və təmizdir. Bu saflığı, təmizliyi qorumaq hər bir türkün vəzifəsidir. Deməli, baxın, elə burada da qeyd edir ki, türk dili kimi sevimli, istəkli dil olmaz. Bu dili başqa dilə qarışdırsan, o əsilliyini itirər. Sonra deyir ki, öz ləfzini farsa, ərəbə qatmasa şair, şeirin oxuyanlar, eşidənlər kəsil olmaz. Əgər şair, belə deyək də, sözlərindən fars, ərəb sözləri qatmasa, onun şeirini oxuyanlar, eşidənlər başa düşmədiyi üçün yorulmazlar, yarımçıq da qalmazlar. Sonra deyir ki, şeirdə misralar gərək hisslərlə, incə duyğularla qarışsın. Kənd əhalisi bilir ki, xəşi yemək, yəni adıdır, doşabla, yəni bəkməzlə yeyilir, yəni doşabsız yemək olmur. Sonra nədir? Deyir, oğlum, məndən nə zalim, nə qisasçı çıxar, yəni zalim qisasçı deyiləm. Bir dəfə anla ki, keçid gündən nə olmaz, ipək olmaz. Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə, dağda daşda doğulmuş dəli ceyran həmil olmaz. Deyir ki, bülbülü qəfəsə salsan, oxuyub ötməz. Dağda daşda doğulan, orada yaşayan ceyran dəli kimidir. O hamilə olmaz. Yəni aktiv həyat tərzinə, süs həyat tərzinə keçə bilməz. Sözlər cəvahirə bənzəyir. Lap əzəldən onu fərqləndirən, tanıyıb seçən, dəyər verən, onu qoyan olsa, içində bu qədər zirzibil, yəni alınma söz olmaz. Şair dil ola bilməzsən, yəni anadan şair kimi doğulmasan, şair ola bilməzsən. Sən missən, yəni əyninə sarı köynək geyimlisənsə də qızıl deyilsən. İnsan odur ki, bu zəlil xalqın əlindən tutsun. Əgər Allahı sevirsənsə, insanlar nə olmaz? Zəlil olmazlar. Sonra millət qəmi olsa bu çocuqlar çöpə dönməz, ərbablarımızdan da qarınlar təbil olmaz. Yəni millət qəmini çəksən, körpü uşaqlar acından çöpə dönməz. Varlı baş bilənlərimizin də qarınları çox yeməkdən təbil, yəni təbil kimi şişməz. Sonra deyir ki, fars şairi dillərindəki sözlərin çoxunu türk dilindən götürüb. Türklər yəni qonaqpərvərdir. Sabir, orada Mirzə Əkbər Sabiri nəzərdə tutur. Kimin süfrəli şair baxıl deyildir. Yəni sözlərin farsların istifadəsinə icazə verib. Türkün folkloru, türk məsələ dünyada təkdir. Yəni şifa xalq ədəbiyyatına gəlib çıxır. Yəni tay bərabəri yox, çox qiymətlidir. Kənd içində də deyir, belə bir misal var ki, xan yorğanı mitil olmaz. Yəni çox deyir, köhnə olmaz.
Yəni oradan bir nümunə gətir folklordan. Şəhriyarın təbii ilhamı bir çimməli çeşmədir. Çeşmə ki həmişə qaynayır. Bu təbii Kövsər. Kövsər də cənnət suyudur, bilirik. Ola bilər, amma bulaq, yəni cənnət bulağı ola bilməz. Bu da Türkün dili şeirinin təhlilindən bağlı. Heydər Babaya salam, gəl ona baxaq. Heydər Babaya salam əsəri heca vəznində bəndlər şəklində yazılmış sujetsiz poemadır. Bəndlərin hər biri 5 misradan ibarətdir. A, B, A, B, B, A, B, B şəklində qafiyəli, yəni 5-lik olsa da müxəmməs deyil. Heydər Babaya salam poeması şairin öz keçmişinə, yaşamış olduğu həyatın özünə səyahət etmək, hadisələri nağıl etmək yoluna qələm alıb. Əsərdə şair özü əsas obrazdır. Hadisələr onun dilindən danışılır. Bütün hallarda o qayğılı, düşüncəli, vətən oğlu və milli şeirin sərkərdəsidir. Heydər Babaya salam poeması şairiyar yaradıcılığının zirvəsi, həm də emblemidir. Azərbaycan xalqı üçün ana layihəsi qədər şirin olan bu poema ədəbi dilin zəngin imkanlarına, zəngin tarixin təsdiqi baxımından önəmlidir. Poema sadədir, formadadır, anlaşıqlı dildə yazılıb. Əsərin bu qədər uğurlu olması məhz onun dilinin sadəliyi ilə əlaqələndirilmişdir. Və bu poema təbiilik baxımından, dillər əzbəri olmaq baxımından Səməd Vurğunun Azərbaycan şeiri ilə müqayisə oluna bilər. Demək, kimin şeirindən? Səməd Vurğunun Azərbaycan şeirindən. Poemanın yaranma tarixi maraqlıdır. Belə ki, xəstə oğlu Şəhriyara qulluq edən Kövkər ana, bilirik ki, ana Azərbaycan dilinə çox önəm verirdi. Oğlum, sənə böyük şair deyirlər. Fəqət necə yazırsan ki, mən deyir, anlamıram deyir. Məhz bu cümlənin cavabında Şəhriyar elə bu Heydər Babaya salam poemasını yaratmışdı. Bundan başqa, şair özünün də dediyi kimi, uşaqlıq illərində bərabər oynayıb, əyləndiyi insanların zövqünə oxşayan parçalar yazmaq arzusu ilə Azərbaycan dilində poema yazmaq qərarına gəlir. Heydər Baba dağ adıdır. Əsərdəki dağ vətənin nəyidir? Rəmzidir. Ədəbiyyatda tutduğu zirvə baxımında Heydər Babaya salam poemasında sənət dağı hesab etmək olar. Şair yaşadığı dövrün bütün hadisələrin canlı şahidi olmuş, onun şair sinəsinə köçürmüş və sanki Heydər Baba dağından bir tribuna kimi istifadə edərək öz arzu və istəklərini dünyaya neynəmişdir, bəyan eləmişdir, çatdırmışdır. 1951-ci ildə çap edilən poema 2 hissədən ibarətdir. 77 bənddən ibarət olan birinci hissə Tehranda, 48 bəndi ikinci hissə Təbrizdə, demək birinci Tehran, sonra Təbriz 77 və 48. Bəndlərin hərəsi aralıqda bir xatirəni, həyatın bir şirin anı əks edən bitkin şeir vahididir. Sənətkarın poemada toxunduğu münasibət, bildirdiyi problemlər olduqca çoxdur. Poemada Şəhriyarın doğulub böyüdüyü vətən torpağının təsvir və tərənnümünə geniş yer verilib. Şəhriyarın özünün də dediyi kimi, ananın nəvazişləri, mahnıları, zümzümələri və şirin xatirələr ona ilham və güc vermişdir. Buna görədir ki, poema ilk əvvəl şairin anasına, doğma xalqına, qohum qardaşlarına ithaf olunub. Heydər Baba, nənə qızın gözləri, Rəşxəndənin şirin-şirin sözləri, türkü dediyim oxusunlar özləri, bilsinlər ki, adam gedər, ad qalar, yaxşı pisdən ağızda bir dad qalar. Poemada qarı nənənin şəngülümü danışması xatırlanmışdır. Şair Əmməcanın əmi yoldaşının 2 dəfə onu xatırlayır, balını yeməsini, ağızda at düzəldib oynamasını yada salmış, Həci xalanın paltar yumasını, Məmməd Sadığın damları suvarmasını nəzərə alıb, Şəhriyar dostları İrza və əlində öz poemasını xatırlayıb, qış gecəsi tövlədə kənd cəmaatını toplaşıb çay içməsi kimi gözəl xatirələr yadına düşüb, Xoşginab mühitinin çalalarını, əsas rəngləri, mühib mətləbləri ilə birlikdə çox məharətlə canlandırıb. Verilən təsvirlərin həyatiliyi oxucunu özünü hadisələrin mərkəzində hiss elətdirməyə vadar edir. O əsərin obrazları ilə birlikdə həmin həyatı yaşayan adamların birinə çevrilir. Səhər tezdən naxırçılar gələrdi. Qoyun quzu dambacada mələrdi. Əmməcanın körpələrin bələrdi. Təndirlərin qovzanardı tüstüsü. Çörəklərin gözəl iyi istisi. Yəni, insan bir növ bunu oxuduqda, bir növ özünü onun içində, belə deyək də, təsəvvür etməyi də eləyə bilər, bacarır. Poemada uşaqlıq qibləgahı olan və həsrətlə yad edilən Heydər Baba dağı, Xoşginab, Şəngülava yurdu, Quru göl, Qaraca çəmən kimi yerlərin adı çəkilirdi. Mənnələrin Heydər Babaya dağı, deməli, burada Heydər Baba dağı,
Xoşginam, Şəngilava yurdu, Qurugöl və Qaraçəmən kimi yerlər vətən rəmzi kimi təqdim olunub. Şairin həyatını nə dərəcədə dərindən duymağı bu əsərdə ümumiləşdirilmişdir. Elə bir ictimai-siyasi hadisə, adət-ənənə, təbiət mənzərəsi yoxdur ki, şair bu poemada toxunmasın. Yeri gəldikdə şair həmin hadisələrə öz münasibətini bildirir. Mir Qafar, Mir Saleh, Mir Heydər, Amir Qafar, yəni məzlumların haqqını qoruyan, Heykəlli, Saqqalı Talstoy baba, Mustafa dayı, Mir Cəfər, Xoşginamın gülü Firzə xanım, Nənə qız Axund Molla İbrahim, Müsbət Fəxrəddində də Axund kimi uşaqlarla oynayır, yəni bu ortaqdır. Məhəmməd Həsən həkim tapılmadığından burnunun qanamasına ölüb. Bu gələcək gün əsərində də bu həkim söhbətinə biz rast gələ bilirik. Müseyib acından ölüb. Digər şəxslər şairin qəlbində canlı xatirə kimi yaşayır. Mir Mustafa dayı uca boy baba, heykəlli saqqallı Tolstoy baba, eylərdi yas məclisi Toy baba, Xoşginabın abirusu ərdəmi, məscidlərin, məclislərin görkəmi. Əsərdə yalnız təbiət lövhələri və etnoqrafik məqamlar deyil, eyni zamanda psixoloji anların, insan əhval-ruhiyyəsinin təsvirinə də rast gəlinir. Qarı nənə gecə nağıl deyəndə, külək qalxıb qapbacanı döyəndə, qurd keçinin şəngülüsün yeyəndə, mən qayıdı bir də uşaq olaydım, bir gül açıb ondan sonra solaydım. Vətənin gözəlliklərini əlvan boyalarla əks etdirən şair Novruz adət-ənənələrindən də yazıq keçməyib. O bayrama hazırlığı, bayramın bizə bəxş etdiyi əvəzsiz anları, sevinci sehirli bir dillə canlandırıb, oxucunu öz sənətinə heyran edib. Bayram idi, gecə quşu oxurdu. Adaxlı qız bəy corabı toxurdu. Hər kəs şalın bir bacadan soxurdu. Ay nə gözəl adətdir şal sallamaq, bəy şalına bayramlığı bağlamaq. Fikir versiniz, burada bir adət, ənənəyə rast gəlirik. Bayram olub qızlar palçıq əzəllər. Naxış vurub otaqları bəzərlər. Taxçalarda düzmələri düzərlər. Qız gəlinin fındıqçası, hənası, həvəslənən anası, qaynanası. Bu artıq birinci hissə. İkinci hissədə Təbrizdə Şəhriyarın müşahidələri əsasında yazılıb. Bu hissədə daha çox konkret problemlərə yer verilib. Usta sənətkarın xalq həyatı və məişətinə, öz millətinin istək və kədərinə nə qədər yaxın olduğu məhz bu hissədə, ikinci hissədə nəzərə çarpır. Poemanın birinci hissəsi Şəhriyarın romantik dünyasını, ikinci hissəsi onun gerçək mövqeyini, realizm və birinci romantika, ikincisi realistik, belə deyək. Deyir ki, kəndi yazıb çarıq tapmır yandıra. Görüm sizin bərqiz qalsın andıra. Kim bu sözü ərbablara qandıra? Nədir axı bu millətin günahı? Tutsun gördün sizi məzlumlar ahı. Baxın elə burada biz görürük. İkinci hissənin ikinci bəndində Şəhriyar özünü Yusifə, Heydər Baba dağının doğma yurdu isə qoca Yaqub kimi təqdim edir. Həzrəti Yusifin adını çəkilən dərzi şagirdi Əhməd, Seyid Əzim Şirvan Cüşqü, Hüseyn Cavidin ana dramı burada rast gəlir. Bu misralarda ana torpağı, onun təbiətini kövrəlmiş şairin böyük həsrəti, nigarançılıq duyğuları əks olunub. Heydər Baba, çəkdin məni gətirdin, yurdumuza, yuvamıza yetirdin. Yusifi uşaq ikən itirdin, qoca Yaqub itmişsəm də tapıbsan, qovalayıb qurdağısından qapıbsan. Şair siyasət adlı məndə bir mərəz yox, desə də xalqının və məmləkətinin illər uzun istismar edildiyini, müxtəlif siyasi oyunlara qatıldığını, geniş xalq kütlələrini dərk etdirməyə çalışmışdır. Heydər Baba, göylər bütün dumandır, günlərimiz bir-birindən yamandır. Bir-birinizdən ayrılmayın, amandır, yaxşılığı əlimizdən alıblar. Yaxşı bizi yaman günə salıblar. Şair poemada ərbablara qarğış etmiş, əkincinin vəziyyətini göz qabağına gətirmiş, Nizar Əkbər sahibinin əkinci şeirini eyləşdirmək olar, onlara malı baha verən mülkədə alıb istənmişdir. Kəndi dünyanı bəzəsə də öz arvadı yamaqlı paltarda gəzir. Əsərdə eyni zamanda uşaqların lüt ayaqları, bəlkə də qən tapa bilmələri üçün yolda işləmələr təsvir olunub. Uşaqlara aclıqdan düşdüyü acınacaqlı vəziyyət gələcək gün əsərində də verilmişdir. Darda qalıb bağıran, şir kimi haray çəkən Heydər Baba şairi bütün zorluqlara baxmayaraq gələcək ümidlə, nikbin nəzərlə baxır. Şairin fikrincə yalnız namərdlərin burnunu ova bilən mərd oğulların doğulması xalq əsarətdən qurtula bilərdi. Nə deyir? Deyir ki, Heydər Baba, mərd oğullar doğginan, namərdlərin burunların ovginan, gədiklərin qurdları tut, boğginan. Qoy quzular aynı şahin atlasın, qoyunların quyruqların qatlasın. Şəhriyar poemanın birinci hissəsini deyinə mənim şair oğlum Şəhriyar bir ömürdür qəm üstünə qəm qalan misralarla tamamlayırsa, ikinci hissədə isə sabaha nə var? Ümid var, nikbin var, nəsətamiz fikirlər var. Nə deyir? Deyir ki, Heydər Baba, alçaqların köşk olsun. Bizdən sonra qalanlara eşq olsun. Keçmişlərdən gələnlərə eşq olsun.
övladımız məzhəbini danmasın, hər içi boş sözlərə aldanmasın. Sizə çox maraqlı bir məqamdır bu sözlər və yadda saxlayın nəyi? Poemada canlandıran obrazlar. Aşıq Rüstəmdir, Paltar yuyan Hacı xaladır, damları Subaya Məmməd Sadıqdır. Gözəl obrazları, yəni qız gözləri, Rəşxanəndərin sözləri, Seyidlərin tacı məzmunlara görə Amid Qafardır, yaraşıqlı Talstoya bənzər Mir Mustafadır, süfrəli kişi xalq əlindən tutan el müəllifin atasıdır, uşaqlarla oynayan Axunddur, burnu qanayıb ölən Məmməd Həsən əmidir, aclıqdan ölən Müseyibdir, mığmığlar ölüb, biri burnu qanayıb Məmməd Həsən, aclıqdan ölən Müseyibdir, şal salladığı ev Qulamgildir, şalı coraba bağlayan Fatma xaladır, uşaqlıq dostları Əli və İrzadır, hansı oyun oynayıblar? Aradan xır oyunu. Oxumaq istədiyi mahnı Çoban Qaytar Quzun, yəni Sarı Gəlin. Adı çəkilən nağıl. Şəngülüm, şüngülüm, məngülüm. Tapmaca aləmi bəzər, özü lüt gəzər. Yəni folklor nümunələrinə də bu əsərdə rast gəlməyimiz mümkündür. Sürgün illərinin ağrı acısını əks etdirmir. Sürgün illərində yazılmayıb, ana dilini danışmaqdan söz açılmır. Baxın, sürgün illərinin ağrı acısı əks olunmur. Sürgün illərində yazılmayıb, ana dilini danışmaq söz açılmır. Heydər Babaya müraciət hər bənddə də orada verilməyib. Bu da Məmməd Hüseyn Şəhriyarın yaradıcılığı, Türkün dili şeiri və Heydər Babaya salam poemasının təhlili. Sağ olun, salamat qalın.